Bəziləri o siz elə deyir, hər şey şirk deyirsin. Nə olur şirk, nə olur şirk. Biz nə oldu şirk demirik. Sənin etdiyin əməllər şirkdir, sənin dediyin sözlər şirkdir. Biz deyirik, ya insan, təhlükəli deyil sənin dediyin. Ləbbeyk Hüseyin, ya Hüseyin. Allaha çağırmaq lazımdır. İmam Hüseyin Allahı çağırırdı, ləbbeyk Allah deyirdi. Həzrət Əli ləbbeyk Allah deyirdi, sən isə deyirsən ləbbeyk Əli, ya Əli. Deyirsən ona deyir, həkimi gelib çağırmırsan, nə bilir falan kəsə çağırmırsan. Deyirsən ki, ay insan, həkimi gelib çağırır, həkim sağdır da gedirəm o. Yana deyirəm ki, bax da mənə kömək elə, müalicə əlimdən nə gəlir? Bu sağdır da, ölü deyil ki. Ölü olsa mən gelib həkimi çağırsam, gelib diransan qəbristanlığın yanında qışqırsam ki, ay həkim, başım ağrıyır, mənə dərman yaz, quraqdan baxan deyir, dəli olmasan sən. Elə deməz, qardaş. Elə deyər də. Eyni ilə sən elə bir qışqırırsan ki, ya Əli mənə kömək elə, sən necə kömək eləsən? Əli radiyallahu anh artıq o dünyadadır. Əssalam. Və yaxud da Həzrət Hüseyin, Həsən kömək etsin. Yəni, sənin etdiyin bu əməl şirk olduğu üçün biz sənə deyirik ki, təhlükəlidir. Yəni, bu kəlmələri söyləmə, bu kəlmələri demə günə.